Telefonla çəkdiyiniz şəkillər bulanıq, solğun və keyfiyyətsiz çıxırlarsa, bu heç də o demək deyil ki, sizin telefonunuz kamera bir qəpiklik deyil. Xeyr, sadəcə düzgün ayarlardan istifadə etmək lazımdır. Bu videoda bro sizə Android telefonlarında şəkil keyfiyyətini 100%-ə qədər artırmaq üçün 5 sadə, amma effektiv üsulu təqdim edəcək. Odur ki, Bro'nu izləməmişsinizsə bu dəqiqə kimi, mütləq elə indi abunə olmaq düyməsinə sıxın, mütləq bəyənin videonu və sonda bir şərh yazın. Başlayaq. Bir çox istifadəçi bunu bilmir. Android kamerasının ayarlarında şəkil keyfiyyətini belə manual şəkildə, yəni əllə yüksəltmək mümkündür. Bunun üçün sadəcə olaraq kameranın ayarlarına keçin, şəkil keyfiyyəti, quality bölməsini tapın və orada yüksək deyilsə, yüksək seçimini aktiv edin. Əgər sizdə köhnə modeldirsə, ola bilər sizdə orada icazə, yəni resolution bölməsindən də konkret bir ölçülər var. Yəni şəkil ölçüləri var. Təbii ki, burada ən yüksək ölçünü seçmək lazımdır. Bu detalların aydın çıxmasına kömək edir. İkinci ayar. Əksər telefonlarda şəkil çəkərkən bu nisbətlər təklif olunur. Yəni şəklin nisbəti, ölçü nisbəti 1-in 1-ə, 4-ün 3-ə, 16:9-a və full ekran. Bu adətən 21:9-a deməkdir. Və geniş ekran istəyənlər çox vaxtı götürüb düşünürlər ki, full seçsələr, o zaman bu daha necə deyirlər, yaxşı keyfiyyət, daha geniş bir şəkil o demək olacaq. Amma bu çox ciddi kökündən bir səhvdir. Niyə? İzah edim. Çünki kameranın içində olan matrisa, yəni sensor, kameranın içindəki o sensor, o yalnız 4-ün 3-ünə rejimində işləyir. Bəli, əksər hallarda bu belədir və 3-ün də necə istəyirsiniz. Digər rejimlərdə şəkil seçirsinizsə və onunla çəkirsinizsə, o zaman şəkil ya kənarları yuxarısı aşağıya kəsilir, ya da ki, əksinə o dartılır. Yəni keyfiyyət təbii ki, dartılanda da aşağı düşür. Ona görə də hər zaman 4-ün 3-ünə rejimini seçin. Ən yaxşı nəticə o halda olacaq. Bir çox ucuz, bahalı, fərqlənmir kameralarda AI rejimi var. Bu nə deməkdir? Yəni süni intellekt. Bu deməkdir ki, rejim aktiv olanda telefon çəkdiyiniz obyektə görə, məsələn, bu insandır, ya yeməkdir, ya da bu hansı mətndir və ya təbiətdir, maşındır, fərqlənmir. Yəni fərqli obyektlərdə parametrləri süni intellekt özü avtomatik tənzimləyir, həmin o çəkdiyiniz obyektə görə. Amma AI şəkilləri süni dərəcədə parlaq və rəngli edir çox vaxtı, yəni təcrübəm onu göstərir. Ona görə də bəzən adam AI aktivləşdirəndə görür ki, sanki Instagram üçün daha ideal görünür, çünki hər şey belə qabarıqdır. Amma təəssüf ki, bunun əks tərəfi odur ki, o zaman təbiilik, yəni harmoniklik belə, təbiilik itir. Hər halda bu məsələdə ondan istifadə edə bilərsiniz, yəni sınaya bilərsiniz, amma hər zaman heç də yaxşı nəticə vermir. Kameralarda istifadə olunan daha bir ayar HDR. Yəqin ki, bir çoxlarınız onu smartfonunuzun kameranı açanda hansısa kənarda bir ayar şəklində görmüsünüz. Bəli, High Dynamic Range-dir bu, yəni geniş dinamik diapazon deməkdir. HDR rejimi kadrdakı işığı və kölgə yerlərini, onların bu zonalarını balanslaşdırır, detalları daha da ön planlara çıxarır və bəzən HDR-lı şəkillər daha detallı olur, daha xoşdur adama izləmək üçün. Amma onun da amması var, o da heç də hər zaman yaramır. Onu da bilmək lazımdır. HDR-ı nə vaxt yandırmaq uyğundur, nə vaxt yandırmaq lazım deyil. Məsələn, bir çox hallarda sürətlə hərəkət edən obyektləri şəklini çəkəndə HDR aktiv etsəz, o zaman çox vaxtı məhz HDR-a görə də şəkil bulanıq olacaq. Yəni siz o sürətli hərəkət edən obyekti, nə bilim heyvandır və ya maşındır, nə şəkil çəkirsinizsə, onun yəni o necə deyirlər, o dəqiqliyini, fokusunu tuta bilməyəcəksiniz. Çünki HDR işləyəndə bu biraz vaxt tələb edir. Ona görə də HDR funksiyasını avtomatik rejimə keçirsəz, daha yaxşı nəticələr əldə edəcəksiniz. Daha bir məqam, ucuz və zəif kameralı telefonlar üçün gecə rejimi çox faydalı ola bilər. Çünki kameralar zəif olanda xüsusi gecə rejimi axşam vaxtı, yəni aşağı işıq şəraitində onlara kömək edə bilər. Bu rejim bir neçə şəkli birləşdirir, yəni dalbadal bir neçə şəkili çəkir, onları birləşdirir və aydın, daha işıqlı bir kadr yaratmağa çalışır. Əksər smartfonlarda gecə rejimini kameranın əsas menyusundan aktivləşdirmək mümkündür və ya əlavə, daha çox və ya Others adlı bölməsindən də aktivləşdirmək olar.
Amma sizə xəbərdarlıq edirəm ki, gecə rejimində şəkili çəkəndə fikriniz günorta rejimində çəkilən şəkilə getməsin. Çünki şaq çəkə bilərsiniz. Amma gecə rejimi bayaq da dediyim kimi nədən ibarət olduğu üçün, yəni bir neçə şəkili smartfon fərqli parametrlərlə çəkməyə başlayır, ani şəkillə bir neçə saniyə ərzində və ona bir vaxt lazım olur ki, xüsusilə nisbətən zəif smartfonlara bu biraz vaxt daha çox tələb edə bilər, nəinki bahalı Samsunglar və ya iPhone-dan fərqli olaraq. O zaman təbii ki, siz gecə rejimində şəkil çəkəndə çəkmək düyməsini sıxandan sonra telefonu dərhal yığışdırmayın, dərhal tərəf etməyin. Qətiyyən onda yaxşı şəkil alındıra bilməyəcəksiniz. Sadəcə olaraq şəkili çəkmək düyməsini basandan sonra kameraya, yəni smartfona imkan verin ki, o həmin o gecə rejiminin bütün lazım olan proseslərini keyfiyyətli şəkildə etsin və şəkil hazır olanda özünüz də onu hiss edəcəksiniz. Onda yalnız kameranı yığışdıra bilərsiniz. Beləliklə bu 5 sadə ayarı tətbiq edərək siz telefonun kamerasını daha güclü, daha yaxşı istifadə edə bilərsiniz. Şəkilləriniz daha aydın olacaq, daha detallı və nisbətən daha peşəkar görünəcək. Videonu bəyəndinizsə, dostlarınıza da göndərin, paylaşın. Onlar da beləcəkdə şəkil problemi ilə rastlaşırlarsa, onlara da kömək ola bilər. Rəylərdə isə yazın, sizcə bax bu məsələn süni intellekt, AI dediyimiz bir şey şəkillərdə onlara daha sünidir, yoxsa daha gözəl nəticələr verir? Yeni texnoloji videolar üçün isə Texnoburanı izləməyi unutmayın. Hələlik.